Quşun quyruğu sərçə quyruğuna oxşayır. Qanadları amma uzundur. Qanadları ilə mənim əlim boydadır demək olar. Sifət quruluşu biraz sərçəyə oxşayır, amma tam sərçə deyil də. Qaranquşa heç oxşarlığı yoxdur. Bir də bu quşun bir xüsusiyyəti var. Elə yapışır ki, adam nədindən caynaqları güclüdür. Yəni yapışdığı yeri dartır, qopardır, belə deyək. Uzun dili var. Ağzının içində pərdə var bir dənə, hansı ki deyək ki, udqunmaq üçün həmən pərdə yarı bölmüş bir formadadır. Sağa sola ayrılır və qidanı ilə qəbul edir. Və həmən pərdənin bir-birinə bitişib ayrılmağı ilə də qəribə səs çıxardır. Belə bir səs oxşayır, belə deyək. Heç tam uçmur. Tam uçmur. Amma yenə də cəhd eləyir arada bir.